İndi baxacaqsınız mənim zərbəmə. Bəli, çox gözəl olacaq. Söz verin, tutun. Mən də oynamaq istəyirəm. Gəlin hamımız oynayaq. Salam dostlar. Gəlin bugün 3-cü sinif səhifə 52 və 53-dəki bu mətni oxuyaq, tərcümə eləyək. Do you and Alex like doing the same things? Dostlar, same eyni deməkdir. Things şeylər, same things eyni şeylər. Sən və Alex eyni şeyləri etməyi xoşlayırsınız? Yes, we do. Hə, we like reading and writing. Biz oxumağı və yazmağı xoşlayırıq. I don't like reading. Mən oxumağı xoşlamıram. I like playing soccer. Mən futbol oynamağı xoşlayıram. Does Lucy like playing soccer too? Lucy də futbol oynamağı xoşlayır. No, I don't. Yox. Do you both like singing and drawing? Singing, dostlar, mahnı oxumaq, drawing, şəkil çəkməkdir. Both, hər iki. Burada da you both dediyi üçün deyəcək hər ikiniz. Hər ikiniz mahnı oxumağı və rəsm çəkməyi xoşlayırsınız? Yes, I do. Mən hə, but he doesn't. Amma o yox. He, kişi cinsində olan o deməkdir. Do you both like science? Siz hər ikiniz kimyanı xoşlayırsınız? Yes, I do. Mən hə. She does too. O da həmçinin. Dostlar, buradakı she isə qadın cinsində o deməkdir. No, I don't like doing experiments. Yox, mən eksperiment aparmağı xoşlamıram. So you really don't like doing the same things. Siz əslində eyni şeyləri etməyi xoşlamırsınız. Dostlar, burada so, yəni nəticə olaraq ifadə olunan sözdür. Azərbaycan dilində bunu 100% tərcümə eləməyə ehtiyac yoxdur. Tərcümə eləyə də bilərik. Beləliklə, onda deyə bilərik. Onda siz əslində eyni şeyləri etməyi xoşlamırsınız. Belə deyə bilərik. Və yaxud da so-nu tərcümə etmədən siz əslində eyni şeyləri etməyi xoşlamırsınız da deyə bilərik. Belə dostlar, ümid eləyirəm sizin üçün faydalı olar. Have a nice day. Bye.